Əziz izləyicilər, bugün Flowalgoritm proqramı ilə 2 ədədin cəmini hesablayan sadə bir alqoritmin blok sxemini quracağıq. Vaxt itirmədən Flowalgoritm proqramını açırıq. Flowalgoritm proqramı alqoritm hazırlamaq, alqoritm blok sxemini çəkmək üçün istifadə olunan, yəni xüsusən bunun üçün təyin olunan proqramdır. Və bilirik ki, alqoritmdə başlanğıc və son bloklar, yəni prosesin başlamasını bildirən və prosesin sonlanmasını bildirən bloklar bu dəyirmi düzbucağı ilə ifadə olunur. Və Flowalgoritm proqramında bu bloklar hazır şəkildə ekranda dayanır. Yəni bizim onu hər hansı bir onlara əlavə etmək üçün hər hansı bir əməliyyat həyata keçirməyimiz ehtiyac yoxdur. Yəni başlanğıc və son bloklar gördüyünüz kimi ekranda dayanıb. İndi biz 2 ədədin cəmini hesablayan bir blok sxem hazırlamalıyıq. Blok başlayır main və proses başlayır main bloku ilə və bundan sonra biz dəyişənləri proqrama tanıtmalıyıq, bəyan etməliyik. Bu aşağı ox, yəni bunların arasındakı əlaqələndirici xətt olan bu aşağı oxun üzərinə bir daha vurmaqla deməli üzərinə bir daha vurmaqla bu xəttin biz burada blok sxemdə istifadə oluna biləcək blokların şəkillərini, yəni siyahısını görə bilirik. Bilirik ki, ümumiyyətlə Flowalgoritm proqramında dəyişənləri bəyan etmədən hər hansı bir blok sxemi çəkmək mümkün deyil. Birinci dəyişənləri proqrama tanıtmaq lazımdır. Bunun üçün declare bloku mövcuddur. Mənası elə bəyan et, elan et deməkdir. Üzərinə bir dəfə vururam və bloku bura daxil edir. Bundan sonra bu blokun daxilində dəyişənləri bəyan etməliyəm. Bunun üçün blokun üzərinə mausun sol düyməsi ilə 2 dəfə vururam və dəyişənləri burada daxil edirəm. Deyək ki, birinci dəyişənimiz olsun A, ikinci dəyişənimiz aralarında vergül qoyuruq, ikinci dəyişənimiz olsun B və bunların cəmi olsun C, yəni bu da üçüncü dəyişən. A plus B bərabərdir C şəklində bir toplamanın blok sxemini qururuq. Əgər biz dəyişənləri tam ədəd tipində daxil edəcəksə, əgər bunu biliriksə, burada integer, bu Pythonda da belədir, tam ədəd tipidir, integer type, burada 4 ədəd tip var, dəyişənlərə verə biləcəyimiz. Integer, real, string, boolean. Integer tam ədəddir, real Pythonda bildiyimiz float tipinə uyğundur, yəni həqiqi ədədlər, vergüllü ədədlərdir, onda birlərə qədər göstərir səhv eləmirəmsə. String mətn tiplidir və boolean məntiqi ifadələrdir. Və burada bir dənə də seçim var, array seçimi. Əgər bunun qarşısına, hal-hazırda bizdə bu lazım deyil, amma bir dəyişənə bir neçə qiymət mənimsətmək istəyirsə, bir dəyişənin bir neçə dəyər saxlamağı, birdən artıq dəyər saxlamağı istəyirsə, o zaman array seçimini verə bilərik. İndi hal-hazırda bu kimi blok sxemi özə lazım deyil. OK vurdum. Yəni integer ABC mən tam ədəd daxil edəcəm. Bundan sonra dəyişənləri daxil etməliyəm. Və bu dəyişənləri bəyan etdim proqrama. Bundan sonra bu dəyişənləri bir-bir daxil etməliyəm. Yəni bilirsiniz ki, alqoritm blok sxemi qurularkən paraleloqram vasitəsilə dəyişənlər daxil edilir. Input, həmçinin dəyişənlər çıxışa da paraleloqram vasitəsilə verilir. Output. Gördüyünüz kimi eyni fiqurun içərisində həm input, həm output yazılıb. Yəni bu eyni fiqur vasitəsilə biz, amma burada Flowalgoritmdə mütləq bizə gəlir dəyişən daxil edirsə, içərisində input yazılanı, yəni daxil etmə bloku kimi götürürük. Amma Dövlət İmtahan Mərkəzinin suallarında biz input və output olaraq ikisində yəni paraleloqram olarak qeyd edilir. Yəni orada
input blokunu daxil elədim. Yəni input blokunu blok sistemə daxil elədim və bundan sonra blokun üzərinə yenə 2 dəfə vururam. A dəyişəni daxil edirəm. OK. Sonra inputdan sonraki bu əlaqələndirici xəttin üzərinə vururam bir dəfə. Yenə input, ikinci dəyişəni daxil edəcəm. B. OK. Və növbəti blok artıq daxil etmə bloku olmayacaq. Növbəti blok hesab bloku deyirik biz buna. Assign hesab bloku və yaxud proses bloku. Üzərinə vurdu. İndi hesab blokunda nə hesabat etməlidir? A və B-ni cəmləməlidir və C-yə mənimsətməlidir. Yəni biz bunun üzərinə vururuq. Yazırıq C, variable hissəsinə yazırıq C. Burada bərabər işarəsinin özü proqram, yəni strukturu belədir. Burada bərabər işarəsi hazır şəkildə var. A, sağ tərəfdə A plus B yazırıq. Amma diqqətli olmaq lazımdır ki, dəyişənləri kiçik A və kiçik B ilə daxil eləmişiksə, necə daxil eləmişiksə, burada blokların da içində o şəkildə yazılmalıdır. A plus B və nəhayət çıxış output. Çıxışa nə çıxsın? C çıxsın. Təbii ki, 2 ədədin cəminin tapılması alqoritmi qururuqsa, deməli biz C-ni axtarırıq. Çıxışa C çıxmalıdır. OK. Və salam, proses tamamdır. Bundan sonra artıq yəni bu blok bütün bu tipdən olan bütün məsələləri həll edəcək. Yəni bütün 2 ədədin cəmini, tam ədədin yəni daxil edərkən onları cəmləyəcək. Və biz bu prosesi başlatmaq üçün sol tərəfdə run düyməsi var. Yəni bu blok sxemi icra etmək üçün. Run düyməsinə vura bilərik, amma mən ilk öncə bu run speed, icra sürəti deməkdir. Yəni bu icranın sürətini azaldacağım. Buradan slow, ən aşağı sürət təyinləyəcəm. Medium, orta sürət, fast cəld, full speed, yəni daha cəld. Slow təyin edirəm ki, hər şeyi əyanı görək. Run, gördüyünüz kimi run komandasını verəndən sonra nə baş verdi? Integer ABC baxdı, tanıdı dəyişənləri və bundan sonra yeni bir pəncərə açıldı mənim üçün. Və bu pəncərədə nə istəyir məndən? Please enter a value of type integer for A. Bir integer tipində olan A-nı daxil et. Hər hansı bir ədəd daxil edirəm. Deyək ki 10. Burada ox düyməsinə vura bilərəm. Bu enter əvəzdir və yaxud klaviaturadan enter düyməsində vura bilərəm. Enter və daxil etdikdən sonra baxaq görək. Gördüyünüz kimi gəlib input B-nin üzərində dayanır. Artıq A-nı daxil eləmişik. Və B-nin qiymətini bizdən tələb edir. Gedirik həmin pəncərəyə. Deyək ki 15 daxil edirik B üçün. Gördüyünüz kimi burada da yenə yazılıb. Enter a value of type integer for B. B-ni daxil et. Tam ədəd tipində olan B-ni daxil et. Daxil etdim və nəticə 10 üzərinə 15 gəlir, 10-un üzərinə 15 gəlir və nəticə ekrana çıxır 25. Proses başa çatmışdır. Artıq gördüyünüz kimi heç bir blok xüsusi işarələnməyib. Əgər biz bunu daha da gözəl şəkildə istəyirik ki, məsələn, belə çıxmasın ekrana, biraz fərqli çıxsın. Bunu biraz gözəlləşdirə bilərik. Necə? Bu çıxış blokunda C-ni silirəm. Yazıram toplamanın nəticəsi. Amma toplamanın nəticəsi bu mətn tipli məlumat olduğuna görə mən bunu dırnaq işarəsi daxilində yazıram. Bu toplamanın nəticəsi.
Qoşa nöqtə. Loqaritm proqramında mən toplamanın nəticəsi olaraq C-nin ekrana çıxmasını istəyirəm. Əgər burada yalnız C yazsam, fikir verin nə baş verəcək? Görürsünüz, sintaksis error, yəni sintaksis səhv var. Hətta blokun özü də qızarmış şəkildə çıxır qarşıma. Demək ki, nəyəsə səhv edirik. Nəyə səhv edirik? Burada Loqaritm proqramında mətn tipli ifadə ilə ədəd, yəni dəyişən bilirik ki, biz burada integer tipi vermişik bu dəyişənə. Mətn tipli ifadə ilə dəyişənin arasında mütləq, baxın, indi bu işarə olmalıdır. Bu işarəni göstərirəm sizə. Baxın. Bax, bu işarə olmalıdır. Birləşdirmə işarəsidir. Okey. Artıq hər şey doğrudur. Gördüyünüz kimi, bayaq qızarmış şəkildə olan blok artıq öz qaydasına düşdü. Və indi prosesi başladıram və məndən, gəlin bu belə eləyək, məndən qiymətlərin daxil edilməsini tələb edir. Gəlin belə bir şey eləyək. Yaxşı, belə. Belə. Bu da belə. Все. Belə daha yaxşıdır. Qiymət daxil edilməsini istəyir. Bunu buradan da eləyə bilərik. Yəni, indi göstərəcəm onu da. İndi qiymət daxil etməliyik. A-ya yenə 10. Gördüyünüz kimi input A olan blok xüsusi olaraq rənglənib və qiyməti gözləyir. 10 daxil edib enter vururam. Artıq keçdi input B-nin üzərinə. B-nin qiymətini gözləyir. 15 daxil edirəm. Və proses getdi və nəticə. Toplamanın nəticəsi 25. Bunu daha da gözəlləşdirə bilərik. Yəni, burada daha anlamlı şəkildə görsənsin. İstəyiriksə, buranı silirik, yazırıq, deyək ki, A dəyişəni bura daxil edirik və istəyirik ekrana belə bir qaydada çıxsın da, A üstəgəl B bərabərdir 25. Məsələn, 10 üstəgəl 15 bərabərdir 25. O zaman A üstəgəl özü xüsusi bir simvoldur və mətn tipli ifadə kimi tanınır deyə onu mən dırnaq işarəsi daxilində yazmalıyam. Amma dediyimiz kimi dəyişənlə mətn tipli ifadə arasına mütləq bayaq göstərdiyim işarəni qoymalıyıq. Yəni, bax, bu işarə A-dan sonra qoyulmalıdır ki, sintaksis səhv göstərməsin. Bundan sonra dırnaq işarəsi daxilində üstəgəl yazıram. Və yenə indi B dəyişəni daxil edəcəm deyə B ilə bu üstəgəl arasında mütləq həmin işarəni mütləq yenə qoymalıyam. Və B dəyişənini daxil edirəm. Bundan sonra bərabərdir yazmalıyam. A plus B bərabərdir C göstərməlidir bizə. Amma bərabərdir də yenə mətn tipli ifadə kimi qəbul olunur deyə onu da dırnaq işarəsi daxilində yazacağım deyə mütləq B-dən sonra da o işarəni qoymalıyam. Deməli, belə və bərabərdir C. C bərabərdirlə C-nin arasında da mütləq həmin işarəni qoymalıyam ki, V işarəsi deyirlər bəzən buna. Qoymalıyam ki, sintaksis səhv göstərməsin, error çıxmasın. Okey, artıq hər şey doğrudur. Əgər səhvli olsa orada blok qızarmış şəkildə çıxacaqdır qarşımıza. Run edirik, prosesi başladırıq. Bu dəfə mən A-ya deyək ki, 20 dəyərini daxil edirəm. Enter. B-yə 25 deyirəm. Enter. C blokunda proses getdi və gördüyünüz kimi ekrana nəticə çıxdı. 20 üstəgələ 25 bərabərdir 45.
Bu şekilde yani işimizi daha güzel hayata keçirə Yani blok sxemi bu şekilde kurabiliriz. Ama daha da farklı yanaşma eləyə bilərik. Məsələn, burada prosesi başladığında bizden input A, düz orada aşağıda yazılır ki integer A'nı daxil et. Ama məsələn, belə bir blok qoya bilərik bura. Çıxış bloku. Bax, bunlardan sonra bəyan et blokundan sonra bir dənə çıxış bloku qoyuram. Və çıxış blokuna yazıram ki, deməli, A'nın qiymətini daxil et. Və bunu dırnaq işarəsi daxilində yazıram. A'nın qiymətini daxil et. Okey. Sonra gəlir A. A'nın qiymətini daxil edəcəm. Sonra input A'dan sonra bir dənə də çıxış bloku qoyuram və burada yazıram B'nin qiymətini daxil et. Və okey vururam. Vəssalam. İndi daha maraqlı bir vəziyyət alınacaq. Enter. Gördüyünüz kimi ekran nə çıxır? A'nın qiymətini daxil et yazısı çıxır. Və mən başa düşürəm ki, məndən A'nın qiymətini soruşur. 12, A'ya 12 qiymətini verirəm. Enter. Və bundan sonra nə çıxır ekrana? B'nin qiymətini daxil et. Mən A'nın qiymətini daxil et. Görürsünüz, 12 daxil edim, orada görsənir. B'nin qiymətini daxil et. İndi B'nin qiymətinə deyək ki, 13 deyirəm. Və belə. 12 üstə gəlsin 13 bərabərdir 25. Gəlin bunu biraz da dəyişək. Bu input B'dən sonra bir dənə də çıxış blok qoyaq. Və buraya yazaq. Nəticəni göstər. Nəticəni göstər. Okey. Və yenə 12 B'nin qiymətini daxil et 13 nəticəni göstər. Nəticəni göstərdi, artıq özü göstərir nəticəni. 12 üstə gəl 13 bərabərdir 25. Bu şəkildə də yəni blok sxemi qura bilərik. Sağ olun, növbəti videoda daha dərin bir blok sxemi quracağıq. Növbəti videoda isə görüşərik inşallah. Sağ olun.